bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və təqva mömin üçün bir qaladır. Bu dünyada tükənməz bir azuqədir və rəhbərdir əbədiyyət diyarında nəyim cənnətinə aparan. Və sonra bil ki, bu dünya həyatı hansı ki yaşayırıq, haqla batilin davam edən mübarizəsindən başqa bir şey deyil. Bu mübarizə Allah Teala Adəmi xəlq etdiyindən və iblisə ona səcdə etməsini əmr etdiyindən başlayıb ta günümüzə kimi. İblis, ənə xeyran minhu, mən ondan daha xeyirliyəm, daha üstünəm, təkəbbürlü edib dediyi andan bu həyat döyüş meydanına çevrilir. Xeyirlə şər arasında, nurla zülmət arasında və bu mübarizə heç də qılıncların, nizələrin döyüşü deyil, əksinə qəlblərin, ağılların mübarizəsidir. O nəfsin və mə səvvəhə fəlhəməhə fucurəhə və təqvəhə qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. And olsun nəfsə, onu yaradıb surət verənə, ona günahları və qorxmağı təqlid edənə, nəfsini təmizləyən mütləq nicat tapacaq. Onu günaha batıran isə əlbəttə ki, ziyana uğrayacaq. Ona görə də bu mübarizədə qalibiyyət, uğur, haqqa dəstək verib nəfsi təmizləməkdir. Bu mübarizədə məğlubiyyət, xəsarət, batilin və şəhvətlərin ardınca getməkdir. Ona görə haqq düşmənləri hər bir var qüvvəsi ilə, gücü ilə çalışırlar ki, möminləri günaha sürükləsinlər. Onları Allahın yolundan uzaqlaşdırsınlar və bu yolda əllərində olan hər bir vasitədən səmərəli istifadə edirlər. Hər bir güc qüvvəni səfərbər ediblər. Batilə haqq libası geydirərək, insanlara şübhə salaraq onları yoldan azdırmaq istəyirlər. Lakin həqiqi mömin Allahın dinində sabitdir. İslamın əsaslarından, təməllərindən, dəyərlərindən əl çəkməz. Baxmayaraq çətinliklər nə olsa da Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, yəti ələl-nəsi zəmanun əl-qabidu alə dinihi kəl-qabidu aləl-cəmur. İnsanlara elə bir zaman gələcək ki, onlardan dinindən tutunan sanki əlində yanar bir közü tutmuş kimi olacaq. Və bu zaman bizim əsrimizdə, dövrümüzdə açıq-aşkar özünü göstərir. Ona görə bu zamanda haqdan tutunmaq çətin olsa da, lakin mümkünsüz deyil. Ona görə də haqdan tutunaq, batilə qarşı bir səhv olaq, Allahın möhkəm ipindən yapışaq və həris olaq, haqq üzərində sabit olmağa, haqqı var gücümüzlə müdafiə eləməyə, onu yaymağa insanlar arasında hikmətlə, gözəl sözlə, xatırlamayla, çünki haqq nurdur, bəsirətdir, insana doğru yolu görməsi üçün, əslində silahdır, batillə üz-üzə dayanmaq üçün və bizi dünya zəlalətlərindən qoruyan bir zirehdir, bir qaladır. Qul cəəl haqqu və zəhəqqəl batil, innəl batilə kənə zəhuqa. De ki, haqq gəldi, batil yox oldu, batil həqiqətən yox olmağa məhkumdur. Bil ki, kim haqq üzərindədirsə, Allah Teala onu inandır. Və Allah Teala onu itirməz. İnnəllaha yudafi anillezine amanu. Allah Teala iman edənləri müdafiə edər. Elə isə Allahın müdafiə etdiyi kəslərdən olmağa çalış. Təvəkkül et Allah'a hər bir işində və səbr et, bu yolda başına gələcək hər bir çətinliyə. Çünki imtihanlar, sınaqlar müminin yalnız imanını gücləndirər, sabitliyini artırar və haqqa qarşı məsuliyyət təkcə fərdlərə qayıtmır. Eləcə də toplumun, cəmiyyətin məsuliyyətidir. Ona görə haqqa dəstək ol və bir-birimizə dəstək olaq, kömək olaq xeyir işlərdə, bir-birimizə arxa olaq. Allah Teala bizə haqqı haqq olaraq göstərsin, ona tabi olmaqla ruziləndirsin, batili batil olaraq göstərsin, ondan çəkinməklə ruziləndirsin. Batil bizə bəzədilməsin ki, azmayaq. Allah Teala bizə nur versin, bəsirət versin, qəlbimizi sabit etsin, sadiq etsin, sözümüzdə, əməlimizdə bizi haqq üzərində sabit etsin, bizi hər bir xeyrə müvəffəq etsin, hər bir şəri bizdən uzaq etsin, bizi Allahın salih bəndələrindən etsin. O bəndələr ki, qiyamət günü onlar üçün nə qorxu olacaq, nə kədər olacaq, bizə sözü eşidib, ona gözəl bir şəkildə tabi olan, faydalanan kəslərdən etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mən təsməun və əstəğfirullah li və ləkum və lisəiril musliminə min kulli dəm. Fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.